Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allah'ın adıyla. Allah'ın izniyle inşallah ki biz bugün ruzi barəsində danışacağıq. İnsanların demək olar ki, əksəriyyəti yaşadıkları ömür boyunca hər bir zaman bir mövzu barəsində narahat olurlar. Həmin mövzu da onların ruzi barəsində ifrat dərəcədə düşünmələrindən irəli gəlir. Yəni insan hər bir zaman ruzi barəsində sıxıntı çəkir. Hər nə qədər özünün nəsibinin olduğunu bilsə belə, yenə də narahatlaşmış olur. Əlbəttə, İslam dini istəyir ki, müsəlmanlar ümumilikdə Allah Müteal öz bəndələrinin işləyən halda olmasını istəyir, bekar olmasını istəmir. Amma bununla yanaşı Allah Müteal istəyir ki, bəndələri bundan da əmin olsunlar ki, onlar üçün təqdir olunmuş bir ruzi var. Bu barədə Allah Müteal Qur'an-ı Kərimdə buyururdu ki, Bismillahirrahmanirrahim. وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللّٰهِ رِزْقُهَا. Yeryüzündə bütün canlıların ruzisini vermək Allahın öhdəsindədir. Yəni Allah Müteal hər bir canlının ruzisini təyin edir və hər bir canlı özünün ruzisindən istifadə etmiş olur. Amma buna rəğmən yenə də görürük ki, insanlar çox ruzi barəsində narahat olurlar. Əlbəttə, Allah istəyir ki, insan çalışsın. Amma bu çalışmağı ilə yanaşı bilsin ki, Allah onun nəsibi olan ruzisini ona çatdıracaq. Hətta Hz. Əli əleyhissalam buyururdu ki, ruzi iki qismdir. Birinci qism ondan ibarətdir ki, sən onu axtarırsan, yəni sən çalışırsan ki, həmin ruzini əldə edəsən. İkinci qism isə ondan ibarətdir ki, həmin ruzi səni axtarır. Yəni sən harda olsan belə, həmin ruzi gələcək və sənə çatacaq. Bu ondan xəbər verir ki, Allah Müteal bəndələrinə necə rəhmətlə yanaşırsa, onların ruzisini təyin etməkdə də bir o qədər bəndələrinə qarşı diqqətlidir. Ona görə Allah Müteal Qur'an-ı Kərimə diqqət etsək buyururdu ki, insanlara xatırladırdı ki, İnnəllah huvər-rəzzaqu zul-quvvətil mətin. Şübhəsiz ki, Allah ruzi verəndir, güc sahibidir və qüvvətlidir. Yəni insan bilsin ki, Allah ruzi verəndir, bunu xatırlasın. Bilsin ki, Allah ruzi verən olduğu kimi məni unutmayıb. Allah heç bir bəndəsini unutmur. Yəni kimə nə təqdirində varsa, nə çatacaqsa, zamanında gəlir və ona çatır. İmam Əli əleyhissalam bir hədisində də buyururdu ki, hər kim sabahın ruzisinin qəmini çəksə, heç vaxt nicat tapmayacaq. Yəni bir var sabah barəsində düşüncəli olasan ki, bir iş görəcəm. Bir də var yox, sən gecə-gündüz qəm çəkirsən ki, sabah mənim ruzim necə olacaq? Bu iman baxımından imanın zəifliyindən xəbər verir. Bəndə bilməlidir ki, bəli, sabah olacaq, mən yenə də çalışacağam. Amma bu çalışmağımla yanaşı bilməliyəm ki, mənim ruzim mənə gəlib çatacaq. Allah mənim ruzimi mənə çatdıracaq. Bundan insan gərək əmin olmuş olsun. Hətta İmam Sadiq əleyhissalama sual verildi ki, ağa, bəs necə olur ki, bəzən biz insanlar görürük ki, onlar çox da çalışmırlar, yaxud ağıl səviyyələri digərlərindən daha azdır. Amma görürük ki, onların imkanı çoxdur. Bu necə ola bilər? İmam Sadiq əleyhissalam da cavab verdi ki, bunun səbəbi odur ki, Allah bəzən elə bəndələrinə, yəni ağlı səviyyəsi digərlərindən az olan bəndələrinə o qədər maddi imkanlar verir ki, bunun da səbəbi olur ki, insanlar anlasınlar ki, dünyaya nə ağıl, nə də hilə ilə çatmaq mümkün deyil. Bir insan çox ağıllıdırsa, onun çox imkanı olacaq, bu ondan xəbəri vermir. Bir insanın ağıl səviyyəsi az, bir insanın ağıl səviyyəsi az da olsa, görə bilərsiniz ki, onun imkanı daha çoxdur. Bunun səbəbi odur ki, Allah bununla insana bildirir ki, yəni dünyanı əldə etməkdə ağlın çox olmağının bir o qədər yolu yoxdur. Allah Müteal barəsində bizim etiqadımız belə olmalıdır ki, biz bilməliyik ki, Allah ruzi verəndir, Allah rəzzaqdır və bundan da sonra əmin olmalıyıq ki, bizim ruzimiz bizə çatacaq. Şərti də budur ki, bəli, öz öhdəmizə düşəni də etməliyik, çalışmalıyıq. Amma Allah bizim çalışmağımızdan da daha çox bəndəsi olduğumuz üçün bizə ruzi verir.
Yəni bizə çatan ruzi ki var, biz elə bilirik ki, həmişə hər şeyə çalışdığımız üçün nail oluruq. Elə deyil. Allah Müteal bütün bəndələrinə ruzi verir. Hətta görə bilərsiniz ki, bu dünyada heç Allaha bəndəlik etməyən biri belə maddi baxımdan yaxşı imkan sahibi ola bilər. Bunun da səbəbi budur ki, qeyd etdiyimiz kimi, Allah xəlq etdiyi bütün canlılara diqqət göstərir. Və Allah Müteal ruzi verəndir və bizim Allah barəsində etiqadımız budur ki, biz Allahın var olduğunu bilib və ona iman gətiririksə, artıq rahat olmalıyıq, amma öz öhdəmizə düşən məsuliyyəti də yerinə yetirməyə çalışmalıyıq.